Salam əziz tələbələr, bugünkü dərsimiz müstəvi üzərində həndəsə çevirmələr və onların tətbiqləri fənnindən mühazirə 12 oxşar çevirmələrin qurma məsələlərinə tətbiqindən danışacaq. Deməli, üsbucaqların qurulmasına aid bir sıra məsələlərin həllində oxşarlıq üsulu adlanan üsuldan istifadə edirlər. Bu üsulun mahiyyəti aşağıdakı kimidir. Əvvəl verilənlərin bir qismindən istifadə edib, tələb olunan üsbucağa oxşar üsbucaq qururlar. Sonra isə digər verilənlərdən istifadə edib, tələb olunan üsbucağı qururlar. Bu üsulun tətbiqinə aid misallar göstərək. Məsələn, məsələ 1. Deməli, məsələ 1 belədir. 2 bucağına və 3-cü bucağının təpəsindən çəkilən hündürlüyə görə 3 bucaq qurun deyir. 2 dənə bucaq veribdir, bir dənə də 3-cü təpə nöqtəsindən çəkilmiş, 3-cü bucağın təpə nöqtəsindən çəkilmiş hündürlüyü veribdir. Şimdi buna uyğun üçbucağı qurmaq üçün əvvəlcə fərz edək ki, alfa və beta bucaqları verilir və H parçası verilir. Və deməli, 2 bucağı alfa və beta 3-cü bucağının təpəsindən çəkilən hündürlüyü H parçasına bərabər parça qurmamızı tələb edir. Əvvəlcə tələb olunan üçbucağa oxşar üçbucaq quraq. Bunun üçün indi nə etməliyik? Bunun üçün deməli, ixtiyari hər hansı düz xətt götürməliyik. Hər hansı bir düz xətt götürməliyik və bu düz xəttin üzərində alfa və beta bucaqlarını qurmalıyıq. Bucaqların qurulmasının əvvəlki video dərsimizdə izah etmişdik ki, verilmiş bucağa bərabər bucağın qurulması. Yenə də indi o məsələyə toxunaq. Üzərində hər hansı ixtiyari fərz edək ki, A1 nöqtəsi götürək. A1 nöqtəsini götürək və burada deməli, mərkəzi bucağın təpə nöqtəsində olan, radiusu ixtiyari olan çevrə götürək və bu çevrənin bir hissəsini quraq. Və bunu qurduqdan sonra kəsişmə nöqtələrini qeyd edək və həmin bu deməli, 2 nöqtədən, kəsişmə nöqtəsindən alınmış 2 nöqtədən ixtiyari bir parça keçirək. Bax, belə parça keçirək. İndi mərkəzi A1 nöqtəsində olan və radiusu həmin çevrənin radiusu qədər mərkəzi qədər olan çevrə çəkək. İndi pərcarın qollarını bu dəfə həmin parça qədər seçək. Deməli, həmin parça qədər seçək. Və gətirək burada həmin parçanı quraq və çevrə ilə kəsmələri alaq.
İndi bu kəsişməni aldıqdan sonra ixtiyari deməli, həmin bu kəsişmə nöqtəsi həmin buradakı nöqtədir. Həmin nöqtədən buranı qeyd edək. Allah qırmızını qeyd edək. Buradan indi hər hansı bir parça keçirək. Sağa keçirək. Buradan belə sağa keçirdik. Eyni prosesi beta bucağı üçün eləyək. Eyni prosesi beta bucağı üçün eləyək. Yenə ixtiyari radiusu çevirə çəkək. Bucağın təpə nöqtəsində. Bunu biraz böyüdək. İndi deməli, yenə iki təpə nöqtəsindən kəsişmə nöqtələrindən parça keçirək. İndi bu parçanı əvvəlcə deməli gətirək. Burada ixtiyari radiuslu çevrəmizi quraq. Həmin bu seçdiyimiz çevrəni. Bunu harada seçmemizdən asılı deyil, xatırladım ki. Məsələn, bunu bu qədər də aça bilərik, bu qədər də aça bilərik. Məsələn, müəyyən qədər açdıq. Üzərində hər hansı bir nöqtəsi qeyd edək. B1 nöqtəsi. Çünki parçanın nə qədər olmağı hələ ki biz önəmli deyil. İndi həmin ixtiyari çevrənin radiusunu çəkək. İndi gətirək mərkəzi, məsələn, burada olan bəli. Aha. İndi gətirək bunu mərkəzi burada olan və çevrənin kəsişmə nöqtələrini qurmağa çalışaq. Çevrənin radiusunu böyük etmişik deyə alınmadı. İndi bunu seçək. İndi bunu ölçdük, bu parçanı. Gətirək indi təpə nöqtəsini bu çevrənin üzərində yerləşdirək. Və deməli, indi parçanı ölçdükmü? İndi gətiririk mərkəzi bu nöqtədə qolan çevrənin və bucağın tərəflərinin biri ilə kəsişən nöqtədən qururuq və burada kəsişməni qeyd edirik. Aha. İndi burada kəsişməni qeyd etdikdən sonra burada deməli bu nöqtəni qeyd edirik və buradan keçən hər hansı düz xətt
uşağı qururuq. B hər hansı uşağı. Burada C nöqtəsi deyək. İndi uşağını da quraq. B nöqtəsindən olan. Aha. Şimdi bu uşağını qurduqdan sonra buranı qaralayaq. Burada C nöqtəsi dedik. Bax, burada oldu C nöqtəsi. Şimdi bura nə oldu? Bura alfa bucağı qədər oldu. Burada beta bucağı qədər oldu. Təbii ki, bu verilmiş bucağa deməli oxşar olan üçbucaqdır. Biz üçbucağın hələ özünü almamışıq. Üçbucağın özünü almaq üçün buradakı elementləri hələ keçirək. İndi isə mərkəzi C nöqtəsində olan radiusu H parçasına bərabər parça qurmağa çalışaq. Deməli, əvvəlcə bunu döndərək. Gətirək bura parçanın uc nöqtəsinə. Parçanı ölçək. Tərcəl aləti vasitəsilə mərkəzi C nöqtəsində olan İndi buradan hündürlük çəkək. Hündürlük çəkmək üçün dünya aləti lazımdır. Dünya alətimiz varmı? Bəli, var. Dünya alətini götürürük. Bəli. Dünya alətini yerləşdirdikdən sonra belə bir parça qururuq. Aha. Şimdi bu aləti götürək. Aha. Şimdi burada biraz götürək. Şimdi bunu da qurduqdan sonra təbii ki, buranı qeyd edirik. Bu nöqtəni qeyd edirik. Burada hər hansı D nöqtəsi deyək. Burada D1 nöqtəsi. Təbii ki, bizə lazımdır buradan indi paralel keçirmək. Paraleli keçirdirik. Həmin bu nöqtədən paralel keçirdirik. Biraz yaxınlaşdıraq. Şimdi bu paraleli qurandan sonra artıq C nöqtəsi ilə keçən A1 şüasını keçən və həmin bu düz xətti keçən bir parça qururuq. Sonra CB1-dən keçən parça qururuq. Və bu nöqtələri A və B nöqtələrindən işarə edirik. Burada olur A nöqtəsi, burada olur B nöqtəsi. Və qurduğumuz üçbucaq artıq bizim üçün tələb olunan üçbucaq olur. Bura alfa bucağı olur. Burada beta bucağı olur. Şimdi deməli, bunun üçün tərəfi ixtiyarı A1, B1 parçası. Şimdi bu prosesi təkrarlayırıq. Bu tərəfə bitişik bucaqları alfa və beta olan A1, B1, C üçbucağını quraq ki, qurmuşuq.
Sonra bu üçbucağın CD1 hündürlüyünü çəkmişdik. CD1 şüası üzərində CD və də H parçasını ayırır və D nöqtəsinin A1, B1-ə paralel düz xətt çəkək. Biz bu prosesləri sadəcə sırf qurma metodlarla işlədik. Yəni, bucaqların qurulması, bucaqları qurduq, ixtiyari A1, B1 nöqtələri seçdik və buna paralelləri qurmaq üçün də CD parçasına, yəni H parçasına bərabər parçanın mərkəzi C nöqtəsində olan radiusu H parçasına bərabər çevrəni qurduq və çevrənin son uc nöqtəsinin D nöqtəsini işarələyib, həmin D-dən A1, B1-ə paralel düz xətt çəkdik xəttkeş vasitəsindən və deməli, bu paralel xətti çəkəndən sonra da deməli, CA1-dən keçən şüanı davam elədik və CB1-dən keçən şüanı davam edib, həmin düz xəttlə kəsmələri A və B qeyd elədik və burada tələb olunan üçbucağı artıq qurmuş olduq. İndi paralellikləri göstərək. Deməli, paralelləri göstərmək üçün deməli, AB, AB paraleldir nə oldu? A1, B1 olduğundan bucaq CA, B bərabərdir bucaq C, A1, B1 və o da bərabərdir alfa təbii ki və bucaq CB, CBA bərabərdir bucaq CB1, A1 o da bərabərdir beta. Qurmaya görə isə CD hündürlüyü H-a bərabər olan ABS üçbucağı artıq tələb olunan üçbucaqdır. Və aydındır ki, alfa üstə gərək beta kiçikdir 180 dərəcə olduqda qurmaq mümkündür. A1, B1 parçası ixtiyari seçilmiş olduğundan məsələnin şərtini ödəyən istənilən sayda üçbucaq qurmaq olar. Lakin onlar bərabər üçbucaqlardır. Buna görə məsələnin həlli varsa, onu yeganə hesab edəcəyik. İndi keçək məsələ 2-yə. İndi bizə məsələ 2-də deyir ki, verilmiş iki nöqtədən keçən M radiuslu çevrə qurun. Fərz edək ki, bu nöqtələr verilibdir. Biri, deməli, hər hansı A nöqtəsi, biri də hər hansı B nöqtəsi. B nöqtəsi. İndi və hər hansı da M parçası verilibdir. M parçası da götürək. Bu da olsun bizim hər hansı M parçamız. Məsələnin şərti belə ki, verilmiş iki nöqtədən keçən M radiuslu çevrə qurun. İndi bunu nətər qurarıq? Deməli, A və B nöqtələrindən keçən və mərkəzi A və B-dən eyni məsafədə olan, yəni AB parçasının orta perpendikulları üzərində olmalıdır. İndi bunu iki nöqtəni keçirdək. Aha. İndi mərkəzi A və B nöqtələrində olan iki çevrə quraq. İndi pərcər alətini götürək. Əvvəlcə deməli, mərkəzi A və B nöqtələrində olan və radiusu AB-yə bərabər çevrə quraq. Məsələn, birinci bir çevrə olsun. Digər isə mərkəzi B nöqtəsində olan mərkəzi B nöqtəsində olan və radiusu AB-yə. Aha, indi bu parçanın orta perpendikularını quraq.
Yəni düz xətt keçirdək kəsmə nöqtəsindən. Deməli, indi orta perpendikulyarı qurduq. İndi bunu qurandan sonra mərkəzi deməli, məsələn, B nöqtəsində olan mərkəzi B nöqtə və radiusu M parçasına bərabər çevrə quraq. Aha. İndi mərkəzi B nöqtəsində olan bunun rəngini dəyişək. Deməli, həmin bu çevrə, deməli, bu nöqtələrdə O1 və O2 deyək bu nöqtələrə. Bura olsun O2 nöqtəsi. Burada olsun O1 nöqtəsi. Artıq bizim qurduğumuz bu parça buranda bax, bura oldu M parçası qədər. Bu məsafə bu tərəfdən də elə olacaqdır. Yəni, deməli, perpendikulyar olmalıdır dedik, orta perpendikulyar olmalıdır. Digər tərəfdən də çevrənin radiusu M-ə bərabər olduğundan onun mərkəzi, məsələn, B nöqtəsindən M məsafədə olmalıdır. Deməli, axtarılan çevrənin mərkəzi həmçinin mərkəzi B radiusu M-ə bərabər olan çevrə üzərində olmalıdır. Ona görə də biz əvvəlcə AB parçasının orta perpendikulyarını, sonra isə mərkəzi B nöqtəsində radiusu da M-ə bərabər olan çevrəni quraq. Onda onların ortaq nöqtəsi olan O1 və O2 nöqtələrindən hər biri axtarılan çevrənin mərkəzi olacaqdır. Göründüyü kimi bu çevrələrin radiusu M-ə bərabərdir və onlar A və B nöqtələrindən keçir. Qeyd edək ki, məsələnin yalnız M parçasının uzunluğu AB məsafəsinin yarısından kiçik olmadığı halda həlli var. Deməli, bizim axtardığımız həmin çevrə O1 və O2 mərkəzləri olan çevrələrdir. İndi bunu daha rahat qurmaq üçün bunun rəngini dəyişək, başını seçək. Bax, məsələn, mərkəzi bir dəfə mərkəzi buradan və bir dəfə də mərkəzi O1 nöqtəsində olan və görürsünüz, A və B nöqtələrindən keçir. İndi əlavə elementləri buradan silsək,
Məsələn, bax, bu çevrəni silsək, məsələn, bu çevrəni silsək, məsələn, çevrəni silsək, məsələn, bu qırmızı çevrəni silsək, bax, deməli, A və B nöqtələrindən keçən radiusu da M-ə bərabər olan artıq iki çevrəni təbii ki, iki çevrə ödərir şərti. Dərsimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.